Mənəviyyatın son sərhəddi, ilahi qadağalar bizi nədən qoruyur? Dini qayda qanunlar və qadağalar olmasaydı, insanlar öz ana bacıları ilə belə yatarlardı. Sözündən niyə inciyirsiniz? Bu söz özünü ateist, liberal və ya müasir adlandıranlara ünvanlanıb. Gəlin emosiyaları kənara qoyub, məsələni soyuqqanlı və dərindən araşdıraq. Çünki həqiqət qəzəbdən güclüdür. İnsan nəfsi sərhəd tanımamağa dərin meyillidir. Əgər belə olmasaydı, bu qadağa həm 3000-4000 il əvvəl Tövratda, həm də 1400 il əvvəl Quranda bu qədər detallı, təkrar və qətiyyətlə vurğulanmazdı. Tarix bu meylin real olduğunu açıq-aşkar göstərir. Qədim Misirin ilah sayılan fironları öz bacıları və qızları ilə evlənərək, qanı təmiz saxlamaq bəhanəsi ilə ən ağır mənəvi cinayəti törədirdilər. Əgər cəmiyyətin ən yüksək nümunəsi, hökmdar, bu sərhəddi aşırdısa, onun əyanları, saray əhli və xalq hansı əxlaqi bariyeri qoruya bilərdi? Bugün də bəzi təcrid olunmuş Afrika qəbilələrində və hətta müasir cəmiyyətlərdə bəzi ailələrdə gizli şəkildə olsa da, bu təcrübə davam edir. Demək, insan nəfsi cilovlanmadıqda hər an uçuruma yuvarlanmağa hazırdır. Şuur və ehtirasın amansız savaşı. Ehtiras kör, amansız və sərhədsiz bir hisdir. Heyvanlar aləmində heç bir məhrəmlik anlayışı yoxdur. Orada yalnız bioloji instinkt hökmü sürür. İnsanı heyvandan ayıran şuurdur. Lakin şuur da tək başına kifayət etmir. Çünki ehtiras şuuru asanlıqla kölgədə qoyur. Təsəvvür edin, 10.000 il əvvəl nə genetik laboratoriyalar var idi, nə xromosom xəstəlikləri haqqında bilik, nə də bu əlaqənin nəticəsində nəsillər xəstə doğulacaq deyə xəbərdar edən həkimlər. O dövrdə insanı bu bioloji və mənəvi intihardan yalnız bir şey qoruya bilərdi. Haramdır deyən ilahi əmr. Bu əmr olmasaydı, insan öz ehtirasının qurbanına çevrilərək özünü və nəslini məhv edərdi. İbrahimi dinlərin, Yəhudilik, Xristianlıq və İslamın hər üçündə bu qadağa ən ağır günahlardan biri kimi qeyd olunur. Çünki o, ailənin müqəddəsliyini və insan ləyaqətini qoruyur. Tövrat, Livililər 18:6. Heç kəs yaxın qohumunun aybını açmaq üçün ona yaxınlaşmasın. Mən Rəbbəm. Davamında ana, bacı, nəvə, bibi və xala ilə evlənmək bir-bir qadağan olunur. Quran, Ən-Nisa 23. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları və bacı qızları ilə evlənmək haram edildi. Bu qadağaların minillər boyunca təkrarlanması təsadüfi deyil. Bu, ilahi hikmətin insan zəifliyini dərindən tanıdığını göstərir. Azadlıq adı altında gələn mənəvi uçurum. Bugün bir çox rəzalət, fərdi azadlıq, insan haqları və müasirlik maskası altında cəmiyyətə sırnır. Eyni cinsli münasibətlər artıq bir çox ölkədə qanuni status qazanıb və adi hal kimi qəbul edilir. Lakin məntiq sadədir. Əgər mənəvi sərhədlər istək prinsipinə əsasən bir-bir sökülürsə, bu proses harada dayanacaq? Əgər bugün kişi ilə evlənə bilər deyirsinizsə, 100 il sonra mən bacımla evlənirəm, bu mənim həyatım və seçimimdir deyənə nə cavab verəcəksiniz? Artıq heyvanlarla evlənmə kimi iyrənc hallar da peyda olub. Sabah hansı qəbahətin rəsmi və qanuni olacağına heç kim zəmanət verə bilməz. Çünki azadlıq deyilən şey əslində nəfsin tam azad buraxılmasıdır və nəfs heç vaxt kifayətlənmir. Nəticə, insan öz nəfsinin fironudur. İnsanı insan edən istədiyi hər şeyi etmək azadlığı deyil, bəzi şeylərə olmaz deyib öz nəfsini cilovlamaq qabiliyyətidir. Bugün cəmiyyətdə hələ də ailə müqəddəsliyi, mənəviyyat qırıntısı və əxlaq qalıbsa, bu, müasir konstitusiyaların və ya insan hüquqları bəyannamələrinin deyil, 1000 illər əvvəl göndərilən ilahi qadağaların sayəsindədir. İnsan öz nəfsinin fironudur. Onu bu vəhşi, sərhədsiz instinktdən yalnız Tanrının sarsılmaz qanunları zəncirləyib qoruya bilər. Bu həqiqətdən inciyib qaçmaq əvəzinə dərindən düşünmək lazımdır. Çünki sərhədlər aradan qalxdığı gün, insanlıqla heyvanlıq arasındakı son fərq də silinəcək.